Salam əziz altıncılar. Bugün sizə 5-ci sinif Azərbaycan tarixindən 31-ci mövzunu izah etməyə çalışacağam. Mövzumuzun adı belədir: Vətən müharibəsi. Hansı ki 5-ci sinif dərsliyinin ən vacib mövzularından biridir. Dərsin izahına keçməmişdən qabaq, yenə sizdən kiçik bir xahişim var ki, dərsi dinləyəndən sonra rəy bildirəsiniz, fikirlərinizi yazasınız. Eyni zamanda kanala abunə olub bəyənməyi də unutmayın. Keçək mövzunun izahına. Gözəl bir yaz səhəri idi. Balaca Qalib atasının əlindən tutub, məcburi köçkünlər üçün tikilmiş qəsəbənin mərkəzində yerləşən məktəbə doğru addımlayırdı. O yol boyu atasına müxtəlif suallar verir, atası da təmkinlə bu sualları cavablandırırdı. Birdən Qalib soruşdu: "Ata, nə üçün qəsəbəmizin adı Qayıdış adlanır? Mən sinif otağımızdakı Azərbaycan xəritəsinə də baxmışam. Orada bu adda nə kənd, nə də qəsəbə görmədim." Atası Uluxan bir qədər susduqdan sonra dedi: "Oğlum, o dağları görürsən? Bax, o başı qarlı dağlar Qarabağın dağlarıdır. Kirsdir, Dəli dağdır. Oralar bizim dədə-baba torpaqlarımızdır. Təxminən 30 il əvvəl ermənilər havadarlarının köməyi ilə oranı işğal etdilər. El-obamız öz yurd yuvasından didərgin düşdü. Lakin biz doğma torpaqlara qayıtmaq ümidimizi heç vaxt itirmədik. Ona görə də qəsəbəmizin adını da Qayıdış qoymuşuq. Biz Qarabağımıza mütləq qayıdacağıq." Ekranda olan bu sözlərə baxın. Şuşa əməliyyatı, Dəmir yumruq, Ali Başkomandan, PUA, 27 sentyabr. Sizcə bu sözləri birləşdirən ümumi cəhət nədir? Bu sözləri eşitdikcə ağlınıza nə gəlir? Təbii ki, Vətən müharibəsi, bizim şanlı qələbəmiz və yaxud da 2-ci Qarabağ müharibəsi. Bu mövzuda biz bu suallara cavab axtaracağıq. Ərazilərimiz düşmən tapdağından necə azad olundu? Vətən müharibəsində qələbə necə qazanıldı? İşğalçı ermənilər Qarabağda, onun üzük qaşı olan Qarabağımızda, Şuşada and içmə mərasimi keçirtmiş, həmçinin orada qurduqları qondarma rejimin parlament binasını da tikməyə başlamışdılar. 2020-ci il iyul ayında isə Qarabağdan, münaqişə ocağından kənarda yerləşən Tovuz ərazisində növbəti təxribat törədildi. Azərbaycan ordusunun generalı, əskərlərinin sevimli zabiti Polad Həşimov xaincəsinə atılan mərmiyə tuş gəldi və şəhid oldu. Bu hadisələr xalqımızın böyük etirazları ilə qarşılandı. Artıq səbir kasamız dolmuşdu. Gəlin xəritədə Tovuz döyüşlərinə baxaq. Baxın, Tovuz münaqişə ocağına, yəni Qarabağa uzaq məsafədə yerləşir. Bəs düşmən nəyə görə məhz Tovuzda təxribat törətdi? Sualına cavab axtaraq. Tovuz rayonu Azərbaycanın beynəlxalq enerji və nəqliyyat layihələrinin Bakı-Tbilisi-Ceyhan, Tanap və s. keçdiyi strateji dəhlizdir. Düşmənin məqsədi bu infrastruktura təhlükə yaratmaq idi və buna nail olmadı. Nəyin sayəsində? Tovuz döyüşlərinin qəhrəmanları sayəsində. 2020-ci ilin 27 sentyabr səhəri Qarabağ səması atılan top atəşlərinə diksindi. Erməni silahlıları yenə də cəbhəyanı kəndlərimizi, yaşayış məntəqələrimizi atəşə tutmağa başladı. Dinc sakinlərin yaşadıkları evlər dağıdılır, əhali sığınacaqlara köçürülürdü. Dinc əhalinin atəşə tutulması, həmçinin Ermənistan silahlı qüvvələrinin ordusunun hücuma keçməsi Azərbaycan ordusunu cavab tədbirləri görməyə vadar etdi. Beynəlxalq hüququ, BMT qətnamələrini nəzərə almayan, sülh danışıqlarını bilərəkdən uzadan, dəfələrlə bu danışıqları pozan düşmən artıq cəzalandırılmalı idi. Ali Başkomandan, ölkə prezidenti İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan ordusu bütün cəbhəboyu ərazilərdə geniş əks hücum əməliyyatlarına başladı. Yəni 2-ci Qarabağ müharibəsi başladı. Qısa müddətdə rəşadətli ordumuz düşmənin 30 il ərzində hazırladığı möhkəmliyi və keçirməzliyi ilə öyündüyü müdafiə xəttini yardı. Dağlarda qurduğu yeraltı istehkamları darmadağın etdi. Müasir silahları, dronları, yüksək dəqiqliyə malik hərbi texnikaları bacarıqla tətbiq edən Azərbaycan ordusu Qarabağ səmasında üstünlüyü ələ aldı.
İndi səmada yalnız Azərbaycan şahinləri hakim idi. Düşmənin bütün hava hücumundan müdafiə sistemləri PUA-ların dəqiq zərbələri ilə məhv edildi. Niyə buradan başlayırıq? Siz bilməlisiniz ki, elə müharibənin ilk günlərindən etibarən Azərbaycan ordusu səmada üstünlüyü ələ aldı. Yəni, havada üstünlük Azərbaycan ordusunun əlinə keçəndən sonra quruda da ordumuzun irəliləməsi nisbətən asanlaşdı. Bəs Azərbaycan ordusu bunu nəyin sayəsində başardı? Necə oldu ki, Qarabağ səmasında Azərbaycan şahinləri üstünlüyü ələ aldı? Bu hadisə, hətta istifadə olunan taktika dünya hərb tarixinə düşəcək bir fənd idi. Hansı ki, ordumuzun istifadə etdiyi bu taktika hal-hazırda hərbi akademiyalarda Azərbaycanın 21-ci əsr müharibə modeli kimi istifadə olunur. Necə? Azərbaycan ordusu köhnə təyyarələri, yəni yararsız təyyarələri pilotsuz uçuş aparatlarını çevirib cəbhə xəttinə göndərdi. Yəni, həmən o yararsız texnikalar yem funksiyası daşımağa başladı. Pilotlar təyyarəni havaya qaldırıb, paraşütlə atılır. Təyyarə isə avtopilotla düşmən mövqelərinə doğru uçurdu. Və Ermənistanın bahalı və havadan belə deyək də, müdafiə sistemləri elə bilirdilər ki, bu havaya qalxanlar Azərbaycanın PUA-larıdır, Azərbaycanın qırıcılarıdır və ermənilər onları vurmaq üçün radarlarını işə saldılar. Və biz də düşmən radarlarını, onların sistemlərini aşkarlaya bildik, koordinatları öyrənə bildik. Yüksəklikdə hazır gözləyən Harop kamikadze dronları ilə işə düşən radarları saniyələr içində vurduq. İlk bir neçə saat ərzində düşmənin havadan müdafiə sistemi iflic olundu. Bununla da Azərbaycanın Bayraktar adlı zərbə dronları üçün də qapılar açıldı. Yəni, qısa izah eləyim, yararsız texnikaları biz istifadə etdik. Ermənilər bu yararsız texnikaları vurarkən onların yerlərini aşkarladıq və dərhal hücumla havada üstünlüyü ələ aldıq. Quru döyüşlərinə keçək. Quru döyüşlərində də düşmən müzəffər ordumuzun ardıcıl zərbələri altında aciz duruma düşmüşdü. Hərbi əməliyyatların ilk günlərində, baxın, burada xəritə ilə öyrənək hər şeyi. Talış kəndi və Suqovuşan qəsəbəsi azad olundu. Kəlbəcərdə, yenə də xəritəyə baxaq, Kəlbəcərdə hündürlüyü 3000 metrə çatan Murov yüksəkliyi düşməndən azad olundu. Düşmənə Füzuli istiqamətində də ağır zərbələr edilirdi. Yenə də xəritəyə baxaq. Horadiz istiqamətində əks hücuma keçib hərbi birləşmələrimizi mühasirəyə almağa cəhd edən erməni silahlı birləşmələri tamamilə məhv edildi. Xeyli sayda düşmən texnikaları, tanklar, toplar, avtomobillər düşməndən qənimət kimi götürüldü. Artıq Azərbaycan ordusunun qarşısını almaq mümkün deyildi. Arxa cəbhədən, əhalidən böyük mənəvi dəstək alan Azərbaycan əskəri düşməni hər yerdən qovurdu. Bir-birinin ardınca Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, ətraf kəndlər düşməndən azad olundu. Məğlub edilməz Ermənistan ordusu döyüş meydanında canlı qüvvə və texnika baxımından ağır itkilərə məruz qalmış, aciz duruma düşmüşdü. Baxın, burada dırnaq içində yazılıb. Məğlub edilməz Ermənistan ordusu. Halbuki həm öz vətəndaşlarına, həm dünyaya yalanlar yayırdılar ki, ermənilərin ordusu yenilməzdi, məğlub edilməzdi. Demə, 2020-ci ilin noyabrın 8-də Azərbaycan televiziyası elan etdi. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti olacaq. Bütün Azərbaycan xalqı səbirsizliklə ekranlar önündə ölkə başçısının çıxışını gözləyirdi. Budur, canlı yayın başladı. Ali Baş Komandan elan etdi. Bugün Şuşa şəhəri düşmən işğalından azad edilmişdir. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır. Qarabağımızın ürəyi azad edilmişdi. Bu xəbəri xalqımız 28 ildir ki arzu edirdi. Həsrətlə gözləyirdi. Bütün ölkə bu möhtəşəm xəbəri bayram edirdi. Xatırlayaq, nə vaxt işğal olmuşdu Şuşa? 1992-ci ilin 8 mayında. Nə vaxt azad olundu Şuşa? 2020-ci ilin 8 noyabrında.
Şuşa əməliyyatı Azərbaycan əsgərinin möhtəşəm əsəridir. Bu əməliyyat dünya hərb tarixinin döyüş nümunəsinə çevrildi. Ordumuzun xüsusi təyinatlı qüvvələri, yəni XTQ, Şuşa şəhərini, Pənahəli xanın yadigarını heç bir texnika və ağır silahlardan istifadə etmədən əlbəyaxa döyüşlə azad etmişdi. Hətta yenə də Ermənistan iddia eləyirdi ki, Azərbaycanın qələbəsi sırf texnikalara görədir, sırf puallara görədir, amma əlbəyaxa döyüşlə əsgərlərimiz Şuşanı azad edənədək. Yəni möhtəşəm bu tarixi yazana qədər. Şuşanın işğaldan azad edilməsi düşmənə böyük zərbə oldu. Bir gün sonra noyabrın 9-dan 10-una keçən gecə Rusiya, Ermənistan, Azərbaycan birlikdə bəyanatı imzaladı. İşğalçı Ermənistan dövləti Azərbaycan Respublikası Ali Baş Komandanının təklifini qəbul edərək təslim oldu. Bu bəyanata görə, burada da qeyd eləmişəm, Ağdam, Kəlbəcər və Laçın rayonları da bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Vətən müharibəsi sentyabrın 27-sindən noyabrın 10-na qədər davam etdi. Düşmənin Qarabağda əlverişli mövqelərə, yəni müharibədən əvvəl coğrafi baxımdan üstünlük ermənilərdə idi. Niyə? Strateji yüksəkliklər onlarda idi. Strateji yüksəkliklərə, güclü yeraltı, yerüstü istehkamlar qurmasına baxmayaraq, 44 gün ərzində müzəffər Azərbaycan ordusu tərəfindən torpaqlarımız azad edildi. Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. 44 günlük döyüş əməliyyatları dövründə xalq, Ali Baş Komandan, ordu birliyi, düşməni lərzəyə salan əzəmətli qüvvəyə çevrilməklə yanaşı, bütün dünyanı da heyrətə gətirmişdi. Ali Baş Komandan xalqına arxalanaraq bütün müharibə boyunca qətiyyət nümayiş etdirdi. O, xarici təzyiqlərə sinə gələrək hər məqamda Azərbaycanın haqlı mövqeyini dünyaya bəyan etdi. Qardaş Türkiyədə Azərbaycana mənəvi dayaq olaraq qələbəmizdə öz qətiyyəti mövqeyi ilə mühüm rol oynadı. Türkiyə istehsalı olan Bayraktar pualları isə düşmənin qorxulu rüyasına çevrilmişdi. Gəlin suallara da cavab verək. Demək, sizcə qələbə qazanmaq üçün nələr lazımdır? Qələbə qazanmaq üçün xalq birliyi, ordu birliyi, rəhbərlik bir olmalıdır. Qələbə qazanmaq üçün ordu müasir silahlarla təchiz olunmalıdır. Qələbə qazanmaq üçün xalqın döyüş ruhu yüksək olmalıdır, vətənpərvərlik yüksək olmalıdır. Qarabağ Azərbaycandır ifadəsini necə dəyərləndirəsiz? Yəni, elə bu ifadə də dillər əzbəri oldu. İlham Əliyevin bu ifadəsi Ermənistanın bütün dünyaya yaydığı yalanları da ifşa olundu. Biz tarixi torpaqlarımızı azad edib, suverenliyimizi tam bərpa etdik. Dövlətimiz işğal altında olan ərazilərimizi geri qaytarmaq üçün hansı addımı atdı? İlk öncə bilirsiniz ki, danışıqlar var idi. İlham Əliyev çalışırdı ki, sülh yolu ilə torpaqlarımızı azad eləsin, amma ermənilər bunu başa düşmədilər və biz 27 sentyabrda geniş hərbi əməliyyatlara başladıq. Həm havada, həm quruda güclü döyüşlər edərək torpaqlarımızı azad etdik. Bəziləri, belə deyək də, pualarla azad olundu, bəziləri əlbəyaxa döyüşlərlə azad olundu. Hətta 3 bölgə var ki, onlar bəyanatla azad olundu, heç bir güllə atılmadan və s. Ümid eləyirəm ki, bu dərs sizə aydın oldu. Yenə də özünüz üçün bir plan hazırlayın. Müharibə nə vaxt başladı, nə vaxt bitdi? Müharibədən əvvəl 2020-ci ilin iyulunda harda təxribat törətmişdilər ermənilər? Tovuz döyüşləri haqqında, Tovuz döyüşləri zamanı şəhid generalımız kim idi? Niyə məhz Tovuzdan başlamışdı ermənilər təxribata? Daha sonra quru döyüşlərində bir torpaqlarımız necə azad olundu? Qarabağ səmasında biz üstünlüyü necə əldə etdik? Hansı yüksəkliklər azad olundu? Müharibə neçə gün davam etdi? Və s.
Ümid edirəm ki, dərs sizə tam aydın oldu. Nəsə sizə aydın olmasa, reylərə yaza bilərsiniz. Növbəti dərslərdə görüşənədək.